söz azadlığı başa düşmən tərzini məndən alır da. İndi də düşüblər Kamal Abdulla ilə Günay Ağamalının üstünə. Niyə? Çünki yazıqlar biraz vizyonlu danışıblar. Kamal müəllim, dünya miqyaslı mütəfəkkir Günay xanım isə həm ana, həm millət vəkili. Amma bizim klaviatura qəhrəmanları üçün bunun nə önəmi var? Onların beyni plintus səviyyəsindədir axı. Baxın, mənzərəyə baxın. Bakı hazırda BMT-nin baş qərargahıdır. Dünya Şəhərsalma Forumu burada keçirilir. Yer kürəsi gələcəyini Bakı Olimpiya Stadionunda müzakirə edir. Yəni dünya bizə baxır. Bəs bizim o bir ovuc həpən nə edir? Giriblər sosial şəbəkələrə, uşaq pul davası döyürlər. Ay qardaş, dünya urbanizasiyadan, rəqəmsal gələcəkdən danışır. Bunlar hələ də nissə dəftəri mentalitetində qalıblar. Kamal Abdulla kimi bir nəhəngin sözün hülqumunda boğmağa çalışmaq nədir? Budur sizin azadlığınız. Buradan həmin o şəbəkə naqqallarına özümü tutub deyirəm. Əgər o uşaq pulu sizə özünüz kimi bir dəstə linç mütəxəssisi törətmək üçün lazımdırsa, əgər o uşaqlar böyüyüb Günay Ağamalı kimi qadına, anaya qarşı tərbiyəsizlik edəcəksə, əgər Kamal Abdullanı təhqir edəcək, yeni bir qara güruh nəsli yetişdirəcəksinizsə, yalvarıram törəməyin, törətməyin. Gedin ya aptekdən lazımi ləvazimatı alın, ya da gedin elə o nisyə dəftərinizin içində törəyin. Uşaq pulu ilə yox, sevgi ilə uşaq dünyaya gətirin. Maliyyə sənədi ilə yox, ruhla böyüdün. Sonra da uşaq doğub hökumətin üstünə qışqırmayın ki, pulumu ver. Eləncik uşaq böyüdənlər heç vaxt bəxtiyar olmayacaqlar. Möhkəm gülür. Siz Allah, mən düz demirəm. Düz demirəm. Səhvim var.